Salam, hər vaxtınız xeyir olsun. Balaca dostlarımızın, yəni 4-cü siniflərin bugün keçirilən 19 oktyabrda keçirilən OTK sınavının izahına baxaq. Kanalımıza mütləq abunə olun ki, videolarımız sizə tez gəlsin və siz daha yaxşı öyrənəsiniz, daha yaxşı yaza biləsiniz. Deməli belə, verilmiş cümlədə ismlər hansı haldadır? Əskərlər dağın yüksəkliyinə qalxdı. Burada bir əskərlər sözü var. Kim qalxdı əskərlər? Bu adlı haldadır. Dağın sözündə yəlik haldadır. Bir də yüksəkliyinə, bu da yönlük haldadır. Adlıq, yəlik, yönlük cavab B variantı olacaq. Yazıca tələffüzü fərqlənən sözlər hansılardır? 9 sözündə burada K olur. Şəhərlər sözündə R olur. Otaq sözündə X olur. Deməli 2, 4, 5 cavabıdır. O da olacaq C variantı. C variantı. Qara hərflərlə verilmiş sözlərə əsasən uyğunluğu, yəni onların təsirlik, yönlük, yerlik halda uyğun olduğuna baxacağıq. Uşaqlar meydanda oynayırlar. Meydanda sözü hansı haldadır? Deməli, yerlik halda bunu yazacağıq bura. Dağın zirvəsinə, bu da yönlük haldadır. A şəkilçisi var. Bunu da yazacağıq bura. Sonra insan gərək yaxşılığı unutmasın. Nəyi? Bu da təsirlik haldadır. C-ni də bura yazacağıq. C, B, A. Variantımız A variantı. 4-cü suala baxaq. Biri fonetika bölməsində öyrənilmir. Öyrənilmir ismin halları fonetikada öyrənilmir. Digərləri fonetikada öyrənilir. 5-ci suala baxaq. Frazoloji birləşmələrdən birinin qarşılığı düzgün göstərilməmişdir. Başa düşdü, anladı, düzdür. Kefi açıldı, yəni sevindi. Dili boğaza qoymamaq, çox danışmaq deməkdir. Fikrə getdi, düşündü. Can yandırmaq, işə götürməmək deyil. İş götürməmək deyil. Can yandırmaq, yəni kiməsə mehriban olmaq, bir işə ürəkdən yanaşmaq deməkdir, can yandırmaq. Ona görə cavab E variantı. Hansı cərgədə söz ortasında N samiti yazılmalıdır? Şənbə, anbar, yəni B variantı burada olacaq. 7-ci suala baxaq. Bəzi sözlər yazıldığı kimi tələffüz olunmur. Komandir yazılır. Burada deməli deyir ki, sözü düzgün yazılıb, amma səhv yazılıb da. Burada cavab B variantı olacaq. Yox, daha doğrusu B variantı olmayacaq. Daha doğrusu bizə səhvi demir, düzü deyir. Qoy baxaq bir dənə. Bu səhv yazılıb, bu cavab səhvdir. Bəzi sözlər yazıldığı kimi tələffüz olunmur. Təbii ki, A variantı olacaq. Bu doğrudur. Sonra hədiyyə sözü bir ilə yazılır, səhvdir. İsmin 5 halı yox, 6 halı var. Bütün sözlərin yazılışa tələffüzü fərqlənir. Elə bir şey olmaz. Bax, bəzi sözlər yazıldığı kimi tələffüz olunur. Cavab A variantı. Hansı cümlədə frazoloji birləşmə var? Frazoloji birləşmə bilirsiniz ki, məcazi mənalı ifadələrdir. Bax, burada uşaqlar dərsə diqqətlə qulaq asırdılar. Qulağı necə asırdılar? Deməli, məcazi mənadadır da, dinləyirdilər yəni. Hansı sözlərdə çıxışlı qal şəkilçisi fərqli tələffüz olunur? Yəni, yazıldığından fərqlənir. Bilirsiniz ki, çıxışlı qal dan, dən şəkilçisidir. Bu da, deməli, sonu M, bir də N samitindən bitəndə olur necə? Dandən olur nan, nən şəklində. Vətəndən, vətəndən, çobandan, çobandan. Deməli, A variantı deyiləm. 10. Sir və səd sözlərinə hansı şəkilci qoşulsa, qoşa samitlərdən biri ixtisar olunar. Buna samitlə başlanan şəkilci artırmalısınız. Deməli, C variantı olacaq burada. O birlər hamısı, baxın, saitlə başlayır. Məsələn, sir, lər, səd, lər, belə. Görsünüz, dənən biri düşdür, dənən biri düşdür. Verilmiş nöqtələrin yerinə hansı hal şəkilçisi uyğun gəlir? Turistlər Azərbaycanın gözəl təbiətinə heyran oldular. Yəlik, bir də yönlük. C variantı. Sual işarəsinin yerinə ismin hansı hal yazılmalıdır? Deməli, AE şəkilçisi var. Kimə, nəyə? Bu da yönlük haldır təbii ki. Yönlük hal. 13-cü sualımıza baxaq. Dahiyanə sözünə bağlı yanlış fikir müəyyənləşdirin. 4 hecalı sözdür. Təbii ki, görürsünüz, 4 dənə sait var. Deməli, 4 hecalı sözdür, bu düzdür. Ahəng qanuna tabidir. Ahəng qanuna tabidirmi? Xeyr. Burada görürsünüz, həm qalın, həm incə saitlər var. Yanlışdır. Səslərin sayı hərflərin sayından çoxdur. Səslərlə hərflərin sayı bərabərdir. Tələffüzündə eyni. Səslərin sayı hərflərin sayından çoxdur. Xeyr, amma yanlışı demişdik ki, cavab. Tələffüzündə eyni saitlər var. Eyni saitlər
2 dənə A saiti var. Bu doğrudur. Dahiyanə. Yazışı tələffüz arasında fərq var. Fərq də yoxdur. Cavabda 3 dənə cavab var. Bu sual səhvdir. Uşaqlar, bu sual səhvdir. Dahiyanə. Dahiyanə. Tələffüzü bax belədir. Dahiyanə. Yəni tələffüzü belədir. Sualın cavabı yanlış istəyir. 3 dənə cavabdır. Yəni səhv var. 14-cü suala baxaq. Səhv yazılmış sözlər cərgəsini göstərin. Məsələn, burada dairə, digərləri mənbə düz yazılıb, bu səhv yazılıb, stəkan düz yazılıb, divan düz yazılıb, səyyah 7 düz yazılıb, pambıq düz yazılıb, tüfəng düz yazılıb, dairə sözüdür, deməli yazılmır, dairədir, tərbiyədə də bir yazılır, deməli cavab Y variantı. 15-ə baxaq, 15-də deyir, hansı sözlərin tələffüzündə 2 sait var. Deməli, cəmaət sözündə biri düşür, 2 sait bir buradadır. Bir də sait sözündə Y artırılır, yenə 2 sait olur. Yəni, deməli, sait, belə. Deməli, burada budur. Sehirli sözündə bir dənə I artırırıq, burada 3 sait var. Əhali sözündə də onsuz da 3 dənə sait var. Deməli, bir budur, bir də A variantı olacaq. Hansı cümlədə heyvanlar şəxsləndirilib? Şəxsləndirilib o deməkdir ki, heyvan yəni ya danışacaq, ya hansısa bir insana məxsus hərəkət edəcək. Burada da C variantına baxsaq, deyir ki, dovşan kirpiyə yaxşılıq etdiyi üçün ona təşəkkür etdi. Deməli, dovşanın təşəkkür etməyi bu şəxsləndirmədir. Yəni, insan xüsusiyyətini onun üzərinə köçürüb. Digər variantlarda heyvanlara xas xüsusiyyətlər var. Növbəti sualımız 17-ci sualdır. Yanlışları deyil bizə. Saitlər, bir də samitlər. Hecə yaradır. Saitlər hecə yaradır. Bu doğrudur. Küylü səslər samitlərdir. Vurğu qəbul edir. Saitlərdir. Qalın və incə olur. Samitlər qalın və incə olmaz. Saitlərə aiddir. Kar və cingiltili olur. Samitlərə düzdür. Uzun tələffüz olunur. Bu da səhvdir. Çünki samitlər uzun tələffüz oluna bilməz. Deməli, saitlərdən səhv budur. Samitlərdən də səhv bulardır. 2, 4, 6 olacaq cavabımız. O da deməli D variantı. 18-ə yazılışa tələffüzü fərqlənir. Səslərlə hərflərin sayı eynidir. Baxaq, fərqlənir və eynidir. Burada hökümlüdə ü artırılır. Ona görə səslər artıq olur. Bu deyil. Digərlərində məsələn fərqlənmir, dairəvi. Burada y artırılır. Daha doğrusu fərqlənir, amma artırılır. İnşaatda biri düşür. Bağbanda bərabərdir, amma fərqlənmə yoxdur. Biz kompüter götürəcəyik. Baxın, deyiliş yazılış fərqlənir. Kompüter. Səslərin hərflərin sayı eynidir. 19-a baxaq. Hansı şagirdin yazdığı söz doğrudur? Bu nümunə yazmalıydı. Bu igid yazmalıydı. Cəmiyyətdə 2 y olmalıydı. Mühüm ü olmalıydı. Deməli, Leyla düz yazıb. 20-ci suala baxaq. Sual işarəsinin yerinə hansı söz uyğun gəlir? 3 hecalıdır, ahəng qanuna tabidir, yazılışa deyilişir, fərqlənir. Burada da yaxşılıq sözüdür. Baxın, 3 hecalıdır, 3 sait var. Ahəng qanuna tabidir, yazılışa da tələffüzü fərqlənir. Yəni, burada x olur, yaxşılıq. Və cavab B variantı. Bu qədər uşaqlar, kanalımıza abunə olmağı unutmayın.